Bu da çox çətin sualdır. Yəni Almeida Reynaldo tandemini xatırlayıram. Həqiqətən çox güclü vaxtlar idi Qarabağın. Amma Kadi Borges də mənim çox sevdiyim oyunçudur və Qarabağın ilk uğurlu xaricə transferlərindən biri oldu. Təzədən qayıtdı Qarabağa. Mən təəssüf ki, Kadi Borges deyəcəm. Kadi Borges də çox güclü oyunçudur, amma Qarabağın tarixində daha çox iz qoymuş oyunçu, daha zəif vaxtında daha yaxşı oynayan oyunçu Almeida olub. Ona görə mən Almeidanı seçirəm. Donald Geri yoxsa Leandro Andrade? Məncə bugünün ən düzgün olmaya müqayisəsidir. Təbii ki, Andrade. Geriyə yoxsa Andrade? Bu da həqiqətən çətin sualdır. Məncə ikisi də eyni gücdədir deyə düşünürəm. Son dönəmlər elə bil mənə Qarabağ daha belə həyəcan verir. Ona görə Benfica'ya vurduğu qolu da nəzərə alsam, Leandro Andrade. Müdafiədə dəyərləndirsəydim, mən Donald Geri'ni seçərdim, amma sağ yarım müdafiəçi kimi dəyərləndirsəm, mən burada Leandro Andrade deyərəm. Mahir Əmrəli yoxsa Abdullah Zubir? Ay, bu biraz çətin məsələdir. Burada biraz fikirləşməliyəm. Mən Zubir deyirəm. Bu səfər Zubir fanatları məni daşa tutacaq. Mən Mahir Əmrəlini çox bəyənirəm. Həqiqətən göstərdiyi xarakter də çox zordur. Yəni Azərbaycandan xaricə transfer olub qayıtmayan yeganə futbolçulardan biridir. Mahir Əmrəli deyəcəm. Mahirə salam. Mahir Əmrəlinin o yaşda Qarabağa qoyduğu performansla Zubirin 34-35 yaşında qoyduğu performans tamamilə fərqlidir. Mən Zubirin performansını daha yaxşı qiymətləndirirəm. Abdullah Zubir deyirəm. Dino Endovu yoxsa Nərman Axundzadə? Məncə bu sualı Nərman özünə də versəz, Dino seçər. Dino Endilovu. Dino Endovu. Dino Endilovun performansını daha yaxşı dəyərləndirirəm. Ona görə də Dino Endilovu.